Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqası izləyicilərimiz. 9-cu sezon 2-ci tur və bu günün son qarşılaşması olacaq. Bir tərəfdə Məkan, digər tərəfdə Wolves. Hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. İndi də maraqlı, məhsuldar oyunun şahidi olacaq. Bir zərbə cəhdi, qapı itiri. Ramil Kərimov zərbə indirmişdi. Doğral. Qasımovun ötürməsi ilkin. Qapçı yaxşı oynadı. Saşa. Komanda əsas qol silahıdı. Zərbə və qol. Hesab 1-0'da bir daha hatırladım. Məkan 1. Wolves 0. Fəqət kim? Hesabı elə Sənovasın Məkanın Leynəməz o fərqləndi. Marif. Polis adına bir zət izləyə bilərik. Top etkisi ilkin. Zərbə keçmir. Yeni Suraxanı stadionudur, bəli. Yeni gələnlər xoş gəlmiş. Qapıdan zərbə. Marif. Əkbərzadə qapıdan zərbə ilə top oyuna daxil etmişdi. İndi Fərid Əliyev toplaydı. Anlaşa bilmədi komanda yoldaşı ilə. Marif təzyiq var ön istiqamətdə Əlidən. Bir ara ötürməsi, ilkin ötürməni. Oxudu, Saşa doğru. Novruz. Ən geriyə Marif. Marif topladı, mərkəzə doğru. Ramil. Sata bilmir. İlkin Məmmədov. 50 düşünmüşdü, ötürmə ünvanatı atmadım. İncinatda ötürmə Fəxri Alaverdiyev. Ramil ötürmə istəyirdi. Fəxri rəqibin üzərindən zərərlədi. Ramil Kərimov. Zərbə cəhdi alınmadı. Məsələ Ramil Kərimov zərbə indirmişdi Fərid Əliyevlə. Qarşılaşmasını izlədik, amma dəyərləndirə bilmədilər. Bir daha xatırladım, qarşılaşmada Məkan kollektivi minimal hesablı öndədir. Qarşılaşma yeni başlayıb, artıq 5-ci dəqiqə bitmək üzrədir. Məkan 1, Wolves 0. Fəxri. Qarşısında Doğrul var, Fəxri.
Zərbə çəkdi, keçmir. Novruz. Fəxri. Bitirmək komanda yoldaşı Ramin Kərimov qarşısında İlkin var. Ramin. Sağa istiqamətdən də zərbə keçmir. İlkin yaxşı mübarizə apardı. Novruz yüksəlik qazanan top. Toğrul uzaqlaşdırdı. Cəllov Şahin geriyə ötürmə. Marif. Marif topladı, özü zərbə indirməsi. Öz komanda yoldaşına tuş gəlir. Yüksəlik qazanan top. Məsələ Şahin nəzarət altında top meydanı tərk edir. Fəxri Allaverdiyev. Kazımovla mübarizə apardı. Toğrul Qasımov araya girdi. Ramin Kərimov. Hacızadə. Toğrul top müdafiədən çıxarmağa bacardılar əli. Novruz Nəsirli araya girmişdi. Novruz. Fərid. Qarşıda İlkin var. Bir daha xatırladıran Məkan minimal hesablı öndədir. Bu epizodda dalaşa bilmir komanda yoldaşları. Novruz topu komanda yoldaşı üçün buraxmışdı amma Alamır bu arada qarşılaşmadakı ilk vərəqə gələcək. Sarı vərəqə Cəllov Şahinə göstərildi. Rəqibin atdan topu oyuna daxil etməsinə imkan vermədi. Bilmirəm ki. 2. Saşa Mehdiyev, Cinad Əşilim. Yazmazadə, Fərid vardı qarşısında. Fəxri Allaverdiyev. Fərid. Çox pis alanda zərbəsi, çox. Qapıdan zərbə Teymur Əsənov. Saşaya doğru Fəxri araya girmişdi. Ramin Kərimov. Fəxri. Ön ala bilmir. İlkinin müdaxiləsi var idi. Daha bir top itkisi bu dəqiqələrdə. Hücumlarda kəsərlərini bir qədər artırıb. Volves kollektivi ən azından bu dəqiqələrdə bərabərlik golunu axtarır. Volves komandası. Fərid. Toğrulun təzyiq var idi Fəridlə. Toğrul Qasımovun mübarizəsi. Son müdaxilə Şahin Cəlilovdan. Rəsmi məğlub oldu. Toğrul. Yeni Suraxanı stadionu. Saşa Mehdiyev. Yan xəytə top hərəkətli qazanmalıdır Fəxri Allaverdiyev. Fəxri. Ramin. Zərbə indirə bilmir. Kazım. Qarşısına kəsir. Məğlub oldu. Uduzdu. Gres uduzdu. Fərid. Toğru. Şahin Cəllov eyni icraatda Fərid. Fəxri. Qarşıda İlkin var. Fəxri toplaydı. Ötürmə Fərid. Fərid aldıcı cəhdlər. Hələ də topladı. Zərbə lazımdır. İlkin keçid vermir. Başla zərbə. Qazana vereyim. Maçda oynamayıb. Saşa. Toğrul. Alan var zərbə.
Marif. Fəxrallah Verdiyev. Fəxri yerlə zərbə təhlükəli idi. Real top meydan təhlükədir. Saşa öndə boşda idi. Çox qüvvətli dəqiq zərbələri var. Amma biz indi onlardan birini izləyə bilmədik. Novruz Nəsirli, Marif Əkbərzadə, Fəxrallah Verdiyevlə oynadı. Fəxri mərkəz xəttini keçsi. Ay. Anlaşa bilmir komanda yoldaşları. Fərdin gerisində qaldı. Yeni Suraxanov. 2. Ötürmə, yaxşı alandı. Elə Sənab tamamlaya bilmir. Meydandakı tək qolun sahibi Dəli. Şahin Cəllov. Fəxri. Ramin. Keçmir. Fəxri. Fərdə zərbə şansı vermədilər. Kazım yaxşı oynadı. Toğrul, Əksum şansı ola bilər. Müdafiə geri çəkilməyə cəhd edir. Saşa Marif. Rəqibin fərqlənməsinə imkan vermir. İkindən yerində bir müdaxilə. Toğrul. Əli. Yaxşı zərbə indirmişdir. Az fərqləm. Qapıdan yan keçsi. Ramin, Fərid. Fərid! Səsvə bir baxış atdı, zərbə indirdi. Fərid Əliyev. Teymur. Bir qədər inamsız oynadı. Toxunmuşdu topa. Amma dəf edə bilmir. 1-1. Teymur Əsənov. Toğral yenidən qapısını oynadı. Masa bir daha xatırladım. 1-1'li bərabərliyi var. Məkan bir Volvesver. Saşa ram edə bilmir. Qarşılıqlı top itkisi Toğrul Qasımov. Qarşılaşmada 13-cü dəqiqə oynarlar. Masa 1-1'li bərabərliyi var. Zərbə çəkdi Teymur. Bu səfər keçid vermir rəqibdə. Bu arada oyuncu dəyişikliyi baş tutub. Volvesin həyətində. Hətta 2 dəyişiklik bircə baş tutub. Şahin Cəlilov və Fəxrallah Verdiyev əvəzlənib. Onların əvəzinə kapitan Məhəmməd Ramazanov və Ədalət Məmmədov. Meydana yeni daxil olan oyunculardır. İndi biz məkan adına cəhd izləyəcəyik. Toğrul ötürmək keçmədi. Kapitan və elə meydana yeni daxil olan 2 oyuncu. Təhlükəni sovuşdurdular. Fərid. Gəlmişdi, getdi, yola saldıq da. Toğrul, ötürməni oxudu, araya girdi Novruz. Toğrul təzyiq var, amma Novruzun nəzarət altında. Top meydanı tərk edir. Kapitan. Zərbə istənilən kimi alınmır. Məhəmməd Ramazanov. Hesab 1-1. Bir daha xatırladım.
Bu arada Mekan heyətində dəyişiklik baş tutub. 2 dəyişiklik birgə. Saşa! İndi bəhs etmək olar. İlqar. Meydana yeni daxil olan oyuncudur. İlqar İsmailov və Nicat Abdullayev. Bu iki oyuncu da doğrusu meydana yeni daxil olub. Elə bu ikilinin ötürmələrini izlədi. 2 zərbə Marif ayaqları ilə uzaqlaşdırır. Əvəzlən oyuncular Əli və Toğru oldu. Fəxri yerdə qaldı. Nicat qaydanı pozub. Qarşılaşmada 17 dəqiqəni gerdə qoymuşuq artıq. Masa 1-1 bərabərlik var. Novruz. Ədalət, Novruz. Gözlətmədən ötürməyə yaxşı düşündü. Fəxri ram edə bilmədi. Ramin. Fəxri və gol! Məhəmməd Ramazanov. Komandanın kapitanı fərqlənir. Fəxri Allahverdiyevin məhsuldarı ötürməsində topu torlara yolladı. Geri dönüş gol oldu. 0-1'dən 2-1'ə çevirdilər hesabı. Turnirlə bağlı məlumat əldə etmək istəyənlər mənə yazın. Yönləndirəcəm turnir rəhbəri ətraflı məlumat verilsin. Həmçinin şəxsçilik ilə bağlı müraciət edilənlər də yenə siz də mənə yazın. Mən özüm bu səfər ətraflı məlumat verəcəm. Yanlış yazılıb tabloda. Ramazanov. Raminin zərbəsi. Meydana yenə daxil olan oyuncu Nüsrət uzaqlaşdırmışdı. Saşanın zərbəsi, toxunuş vardı. 2-3 zərbə. Saşa Mehdiyev. Tom meydanda da davam etmək lazımdır. Ramin Kərimov. Ramin. Toxunuş vardı. 2-3 zərbə. Bu səfər Volvesin leyinə. Başla zərbə təhlükəli idi. Fəxri Allahverdiyev. Digər cinayətə qapının yanında gözləyirdi. Ötürmə də yaxşı alınmışdı. Fəxrinin başla zərbəsi az vəqtlə qapıdan yan keçir. Marif. Nüsrətov qarşıladı Nicat. Rəqib üçün saxladı Ədalət. Hikmət Nüsrətov. Mərkəzdə İlqar. İlqar İsmailov topladı. Bir aldan Cüzət. Nüsrətov oynadı. Ötürmə yaxşı düşünmüşdü Marif. Çıxışda düzgün oynadı. Ötürməni oxudu. Keçid yox. Dəksizum şansı. Ədalət. Ramazanov topu rəqibə yedir. $20-ci dəqiqə oynanırlar qarşılaşmada. İlk hissədə son 5 dəqiqə. Və hesab 2-1'dir. Ramin Kərimov. Ara ötürməsi Fəxri. Cina dəyişilib. Qapı qarşısına. Xan Dadaşovun bir müdaxiləsi vardı. Tərs bir müdaxilə idi. Az qalsın avtogol qeyd alınacaqdı. Hər şey yaxşı qurtarır Məkan adına. Qapıdan zərbə. Bu arada 1 dəqiqəlik taymat istəyib. Taymatı götürən tərəf Məkan kollektividir. Yeni gələnlər xoş gəlmiş hər biriniz. Buyurun, nə sualınız var? Cavablandırım.
düzəldəcəklər tablonu. Orada tablonu bir dəfə basanda 2-2 yazır. Buyurun, nə sualınız varsa yazın, mən də cavablandırım. Üzbəyüz. Ekran bəyənənlər, paylaşanlar sizə ayrıca minnətdaram. Çox sağ olun. O sizə komandaları yaxın planda göstərim. Məkan. Və Wolves. Çox sağ olun, minnətdaram. İlqar. Təhlükəliydi. Marif. Təzyiq var. Qapıcı. Komanda maçlarından üzr istədi. Tamamlaya bilmədilər. Top etkisi İlqar. Saşa, Tina Deşili, direğe tuş geldi. Ama bunlar rəğmən tamamlamağı bacardılar. 2-2. Nizat vəqlənməyi bacarır. Bir top itkisində. Top ələ keçirib. Maça bərabərlik gətirdi. Məkan kollektivi. Kapitan İlqar Əliyev, Məkanın kapitanı fasilədə. Oyuncularına nə dedi, nə söylədi bilmirəm, amma bu komandaya yararlı olur. Taymatda qolla qayıtdılar. Ədalət, Ramin Kərimov. Qarşısında Nüsrətov var idi. Çox yerində kritik bir müdaxilə. Saşa. Dilzadə Əşiliyi intihatram edə bilmir. Yeni Suraxanı stadionu. Məmər Ramazanov, kapitan. Topla yaxşı irələdi. İlqarın bir müdaxiləsi var idi. Məsələ belə bir epizodda İlqarın müdaxiləsi sonrası Məkan komandası top ələ keçirib maça bərabərlik gətirmişdi. Bir qədər müdafiədə dainamlı oynamalıdır. Ən əsasda ötürmələrdə. Məhz Wolves kollektivi Marif. Bitirmək keçmir. Orxan Dadaşov. Təzyiq var idi. Ramin araya girməsi bir qədər gözlədi. Alınmadı. Qaydan pozuntusu. Ədalət qaydanı pozmuşdu. Cərmə zərbəsi olacaq. Saşa. Topu özü istədi. Zərbəni özü yerinə yetirəcək. Marif Ekberzadə bir nəfərdən ibarət canlı set qurub. Bir nəfər bəs edər. Marif üçün məhz özü belə istədi. Saşanın zərbəsi çox pis alınır. Çox. Marif. Orxa. Təzyiq var. Fəxri. Teymurdan çox yerində bir müdaxilə. Bir zərbə. Alamor, toxunuş vardı. Orxan Dadaşov. Topu məhz onunla meydan tərk etdiyini. İndirildi referiyə. Bu fair play nümunəsidir. Teymur Əsyanov. Nüsrətov. Hikmət, İlqar İsmailov. Yenidən Hikmət düşüncəsi. Hikmət bir Allah büdrəti. Fəxrinin zərbəsi çox pis alınır. Qapıcı ilə birə-bir qalmışdı artıq. Komandasını önə keçirə bilərdi fasilədən öncə. Bu arada ilk hissədə son saniyələr, son cəhdlər, son epizodlar. Referdə saatına nəzər yetirir Fəqan Kərimov. Görə ilk hissəni nə zaman bitirəcək. Fəxri. Ramin. Yenidən Fəxri ilə oynadı. İlqar keçid vermir. Bir əksum şansı. Son bir cəhd ola bilər. Kapitan meydana daxil olub bu arada. Məkanın kapitanı İlqar Əliyev. Ədalət. Orxan
Dadaşov Köntöy davrandı, qaydanı pozub. Rəqibini zədələyə bilərdi. Referi bu səfər onu əfv edir, şifahi xəbərdarlıq. Belə bir zərbə olacağını oyunculara bildirir Fəqan Kərimov. Tək zərbə və bundan sonra da biz fasiləyə yollanacağıq. Ramin Kərimov. Zərbə! Toxunuş var idi. Və elə bu zərbə ilə də, bu cəhətlə də referi ilk hissəni bitir. Komandalar fasilə 2-2-li bərabərlə yollanırlar. Heç yer ayrılmırıq fasilədən sonra. Yenidən bir yerdəyik.